Başqa bir izləyicimiz yazıb ki, həkim, panik atak nevrozunun əlacı nədir? Bu belə bir sual var. Bizim mərkəzdə, Valiologiya və İnteqrativ Təbabət mərkəzimizdə yaxşı bir mütəxəssisimiz var, Elnay doktor. O həm hipnoterapevtdir, həm ODM terapistdir, həm NLP terapistdir və bu panik hücumların müalicəsində çox gözəl biz nəticələr əldə etmişik. Dəfələrlə bizə xəstələrimiz müraciət edib. Bunun dərman müalicəsi yoxdur. Bu belə sadə dillə desək, şüur altındakı olan qüsurlu dövran ocağıdır. Enerjilər, səhv fikirlər bir-birinə toqquşur və dövran edir bir yerdə, çıxış tapmırlar. Onu tapsaq, onun bir dənə yolunu araşdırsaq, format olunsa, dərhal o panik atak yoxa çıxır. O bir saniyanın içində baş verən hadisələrdir. Əsas odur ki, onun nöqtəsini tapasan. Şüur altı ilə ümumiyyətlə Sigmund Freud çox məşğul olub və azad assosiasiyalar üsulu ilə bir çoxlarını o vaxtı müalicə eləmişdi. Bugün texnologiyalar, müasir texnologiyalar daha da rahatdır və imkan verir ki, xəstələri daha rahat müalicə eləmək. Panik atakların, panik hücumların müalicəsi yalnız psixoterapevtikdir. Ən yaxşı hipnoterapevtikdir. Ən yaxşı Eriksonian hipnozdur. O cəhətdən tövsiyə edirəm Elnay doktoru, müraciət edin, kömək eləyərik.